Bu bizim qurğularımız hazırladığımız eksperimental qurğulardır. Və bu qurğular kiçik fermer təsərrüfatlarında istifadəsi nəzərdə tutulur. Məsəl üçün, bu qurğuları göstərə bilərik. Otu doğrayan qurğu. Ot doğrayan, yəni quru otu doğrayır, yoncadır, ondan sonrasında samandır. Fermer təsərrüfatlarında, maldarlıqda hansı ki istifadə olunur. Sonra bu qurğumuz buzovların yemləndirilməsi üçün süd əvəz edicisi hazırlayan qurğudur. İnək südü istehsala gedir, istehsal olunur və buzovları da yedizdirməkdən ötəri həmən bax bu qurğudan istifadə olunur. Südün tərkibindəki komponentlər bitki yağıdır, ondan sudur, ondan da mineral maddələrdir və s. əlavə olunur və bunun vasitəsilə kəndə xırdalayıcı, qarışdırıcı bir neçə dəfədən keçərək onu süd halına salırıq və dozator vasitəsilə bu verilən ölçü komandanın nəticəsində istədiyim miqdarda buzovların yaşına, neçə aylığına görə yarım litr, 1 litr, ondan sonra bir neçə 100 qram normal şəkildə verilən komandaya uyğun verilir və buzovların həmizlənməsində istifadə olunur. Qurğularımızdan bax biri bu soya südü hazırlayan qurğudur. Soya bitkisini isladırıq, sonra bunun içində xırdalayıcı qarışdırılır, su ilə qarışdırılır. Yəni nəticədə süd məhsulu alınır. Süd məhsulundan da ki, kənd təsərrüfatında və s. yemlərdə, mal-qarada və s. bitki, toxum, toyuq saxlayan fermer təsərrüfatlarında bu süddən qida kimi istifadə olunur. Qurğularımıza bax, Rusiya Federasiyasının, Azərbaycan Respublikasının patentləri alınıbdır. Tövsiyələrimiz şəkildə olub, fermer təsərrüfatlarına, maraqlananlara paylayır. Qurğularımızdan da biri yaşıl yem hazırlayan qurğunun imitasiya modelidir. Qış aylarında yaşıl yemə olan tələbatı ödəməkdən ötəri, bax, belə bir institutumuzun əməkdaşları qurğunu işləyiblər və institutun həyatında o qorulubdur, yaşıl yem yetişdirilir. İstiliyi, işığı hamısını bunlardan alır. Deməli, burada lazımdır qış aylarında lazım olan temperatur, nəmləndirmə, sulama, işıqlanma, hamısı avtomatik tənzimlənir. Yəni, burada verilən temperatur, nəmlik, sulama hansı müddətdən bir olmalıdır, odur. Deməli, taxıldır, qarğıdalıdır, arpadır və s. düzəltilərini istifadə edəndə 10 dəfəyə qədər, 10 gün, 12 gün ərzində belə çəki artımı verir. Məsələn, 1 ton biz arpanı biz düzəltsək, oradan 8-9 ton yaşıl yem alırıq. O da ki, yəni, toyuqçuluq fermalarında, ondan sonrasında mal-qarada, keçi, qoyun və s. inəklərdə normalarından onu verirlər, qarışıq yemə qarışdırılır. Yəni, süd artımı artır, çəki artımı verir. Yəni, belə bir qurğudur. Növbəti qurğularımızdan birisi də ipək qurdu yumurtasını, qrenanı oyadan bax bu qurğudur. Qurğu deməli 80 qutu üçün oyadılması üçün nəzərdə tutulubdur. Qurğuda deməli əsas 4 proses: havalandırma, isitmə, işıqlanma, nəmləndirici qovşaq yerləşdirilmişdir. Yuxarı hissəsində qızdırıcıdır, qarşısında ventilatorlar, kulerlər vasitəsilə həcmə verilməkdən ötərimdir. Aşağıda nəmləndirici qovşaqdır. Ən son elmin nailiyyətlərinə görə ultrasəs vasitəsilə buxarlanma, nəmləndirmə hadisəsi baş verir. 80 qutunun üçün bax burada 10 gün ərzində qrenanı biz oyadırıq. Adi hallarda ənənəvi 10 gün, 14 gün. Hava temperatur rejimləri pozulanda qrenanın oyanması biraz daha çox vaxt aparır. Amma o rejimləri burada biz nəzərdə tutduğumuz parametrlərini idarə edici blokda burada yığırıq, toplayırıq, veririk və qurğu germetikdir. Avtomatik rejimdə özü işləyir. Qızdırma, işıqlanma, havalandırma, bir də nəmləndirmə qovşaqları. 4 qovşaq bunun içərisində avtomatik idarə edici vasitəsilə mərkəzdən bu bir dəfə qoyduq. 10 gündən sonra da biz buradan həmən o dirilmiş mücrələri götürüb paylanır. Kim ki baramanı yetişdirəcəkdir da, baxacaqdır qurtlara baxan. Bir ay ərzində də barama yetişdirib toplayırlar, onu dövlətə təhvil verirlər. Kiloqramı 11 manatdır, onun 5 manat dövlət qiyməti, satın qiymətidir, bir də dövlət ona subsidiya verir də. Bax belə, yəni yükün qiyməti 11 manatdadır, təhvil verirlər. Bax belə.